Bismillahirrahmanirrahim. Həyatda elə bir an gəlir ki, bütün məntiqlər çökür. Bütün hesablamalar alt-üst olur. Səndən heç vaxt getməz dediyin insanlar gedir. Ən güvəndiyin qapılar bir-bir amansızca üzünə çırpılır. Sanki nəhəng bir qaranlığın içinə düşürsən və kimsə sənin səsini eşitmir. Bədənin sağlam olsa da, ruhun elə bir ağırlığın altında əzilir ki, nəfəs almaq belə ciyərlərinə şüşə qırıntıları udmaq kimi acı verir. Bu, dibə vurduğun andır. İnsan psixologiyasının ən böyük böhranıdır. Belə anlarda şuurumuz bizə vəsvəsə edir. Hər şey bitdi, çıxış yolu yoxdur. Allah məni unutdu. Biz dəlicəsinə əllərimizi göyə açıb fəryad edirik. Niyə mən? Bu dərdi mənim üstümdən götür. Lakin çox vaxt fəryadımız divarlara çırpılıb geri qayıdır. Çünki biz duanın mütləq arxitekturasını, yaradanla ünsiyyətin o incə ədəbini unutmuşuq. Biz bəlanın özünə o qədər fokuslanırıq ki, bəlanı göndərəni arxa plana atırıq. Bugün bu mənəvi səyahətdə sizinlə birlikdə o mütləq qaranlığın içinə girəcəyik. İslam fəlsəfəsinin və səhih mənbələrin işığında Allah Rəsulunun sallallahu aleyhi və alihi və səlləmin bizə öyrətdiyi duanın o sarsıdıcı mexanizmini və fəlsəfəsini deşifrə edəcəyik. Əgər hazırda həyatınızın ən çətin dövründən keçirsinizsə, əgər boğazınızda düyünlənən bir dərdiniz varsa, dünyanın səs-küyünü kənara qoyun. Çünki bugün öyrənəcəyiniz hikmətlər sizin qədərinizi yenidən yazacaq gücə malikdir. Çətinlik qapını döyəndə insan çox vaxt mütləq çarəsizliyə qapılır və deyir, alın yazısıdır, qədərimdir, nə etsəm də dəyişməyəcək. Bu, şeytanın insan psixologiyasına vurduğu ən böyük kilitdir. Lakin kainatın əfəndisi sallallahu aleyhi və alihi və səlləm səhih mənbələrdə qeyd olunan o sarsıdıcı kəlamı ilə bu illüziyanı darmadağın edir. Qədəri, alın yazısını duadan başqa heç nə dəyişdirə bilməz. Allahu Ekber. Bu kəlamın ağırlığını, bu fəlsəfənin dərinliyini dərk edirsinizmi? Kainatın qanunları, planetlərin hərəkəti mütləq bir nizamla yazılıb. Lakin uca Allah o nəhəng kainat maşınının idarə etmə panelindəki ən xüsusi düyməni sən bir bəsit insanın əlinə verib. Və o düymənin adı duadır. Sən əllərini qaldırdığın an göylərin qapısı açılır və sənin gələcəyin yenidən formalaşır. Allah Rəsulu sallallahu aleyhi və alihi və səlləm başqa bir nəsihətində buyurur. Dua müminin silahıdır, dinin dirəyidir, göylərin və yerin nurudur. Baxın, Peyğəmbər duaya sehirli çubuq demir, silah deyir. Çünki silah passiv deyil, silah döyüşmək üçündür. Qaranlıq, ümidsizlik, depressiya sənin üzərinə hücum edəndə, sən xəstəliklə, iflasla, xəyanətlə üz-üzə qalanda, sənin əlindəki o görünməz qılınc sənin duandır. Biz isə çox vaxt o silahı yerə qoyur və deyirik, niyə məni vururlar? Əgər qədərini dəyişdirmək istəyirsənsə, əvvəlcə silaha sarılmağı, yəni yaradanla o kəsilməz rabitəni qurmağı öyrənməlisən. İnsanın ən çox sındığı, duadan ən çox vaz keçdiyi an hansıdır bilirsinizmi? Günlərlə, aylarla ağlayıb istədiyi şeyin gerçəkləşmədiyini gördüyü an. O an ego qışqırır, Allah məni eşitmir. Halbuki Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm insan şüurunu aydınladan o mükəmməl kəlamında bizə Allahın səssizliyinin arxasındakı o müdhiş mərhəməti belə deşifrə edir. Yer üzündə heç bir müsəlman yoxdur ki, Allaha dua etsin, Allah da onun istədiyini verməsin. Lakin bu üç yolla olur. Ya onun istədiyini dərhal bu dünyada verər, ya onu axirətə, yəni əbədiyyətə saxlayar, ya da o duanın mislində ondan bir şərri, bir bəlanı uzaqlaşdırar. Baxın bu mütləq həqiqətə. Sən günlərlə ağlayıb o işin alınmasını və ya o insanın həyatında qalmasını istədin, amma alınmadı. Sən elə bildin ki, Allah səni rədd etdi. Xeyr, bəlkə də sənin o etdiyin göz yaşlı duanın bərəkəti ilə sabah sənin və ya övladının başına gələcək dəhşətli bir qəza, ölümcül bir xəstəlik səndən uzaqlaşdırıldı. Sən görmədin, sən yalnız istədiyin o cılız işin alınmamasını ağladın, amma Allah səni fırtınadan qurtardı. Ona görə də kainatın əfəndisi sallallahu aleyhi və alihi və səlləm xəbərdarlıq edir. Sizdən biriniz tələsmədikcə duası qəbul olunar.
Tələsmək isə budur ki, insan deyər, dua etdim, amma qəbul olmadı. Mütləq əminlik, qəti yəqinlik yoxdursa, dua sadəcə boş bir səsdir. Sən Allahdan istəyəndə bütöv varlığınla, şübhəsiz bir şəkildə onun sənə ən yaxşısını verəcəyinə inanmalısan. Gecikmək rədd edilmək deyil. Gecikmə sənə daha gözəlini vermək üçün kainatın sənin leyhinə hazırlanmasıdır. Bizim dualarımız çox vaxt tələbkar və hökmdicidir. Mənə bunu ver, bunu dərhal həll et deyirik. Lakin bəlanın, çətinliyin ən mütləq simvolu olan Əyyub Peyğəmbərin duası bizə Rəblə danışmağın o inanılmaz incə ədəbini öyrədir. Əyyub əleyhissalam hər şeyini itirmişdi. Çox böyük sərvəti yox olmuşdu. Bütün övladları gözünün önündə həlak olmuşdu. Bədənini isə elə bir xəstəlik sarmışdı ki, illərlə yatağa məhkum olmuşdu. Hər kəs ondan iyrənib uzaqlaşmışdı. Yalnız həyat yoldaşı qalmışdı. İllər, günlər, aylar yox, düz illərlə davam edən mütləq bir acı. Bəs illər sonra onun etdiyi o məşhur dua necə idi? Quran bizə onun o zərif, utancaq və mütləq ədəb dolu duasını göstərir. Ənni məssəniyyəl-zurru və əntə ərhamur rahimin. Yəni, həqiqətən mənə bəla, zərər toxundu. Sən isə rəhimlilərin ən rəhimlisisən. Baxın, o, ya Rəbb, məni sağalt demədi. O, mənim xəstəliyimi bitir, pullarımı geri qaytar demədi. O, sadəcə öz halını bəyan etdi. Mənə dərd toxundu və dərhal Allahın mərhəmətini övdü. Sən rəhimlilərin ən rəhimlisisən. O qədər həya edirdi ki, Allahdan birbaşa nə isə istəməyə utanırdı. O bilirdi ki, Rəbbi onun halını onsuz da görür. Sən ən çətin anında Allahla alver etməyi dayandırıb, Əyyubun ədəbi ilə Allahım, halım sənə məlumdur, sən rəhim edənlərin ən rəhimlisisən deyib susmağı bacarsan, göylərin bütün şəfa qapıları sənin üzərinə açılar. Ən çətin anlarda daxili sarsıntını idarə etməyin mütləq ustası İmam Əli əleyhissalam, insan psixologiyasının çətinlik qarşısında necə iflasa uğradığını Nəhcül Bəlağədəki o sarsıdıcı kəlamları ilə deşifrə edir. O buyurur, bəla gəldiyi zaman fəryad edib sızlanmaq, bəlanın özündən daha böyük bir bəladır. Niyə? Çünki sən sızlandıqca, şikayət etdikcə, əslində ətrafındakı aciz insanlara Allahı şikayət etmiş olursan. Sən bəlanı həll etmirsən, sadəcə öz savabını, öz daxili gücünü məhv edirsən. İmam Əli bizə ən çətin anda dayanacağımız o mütləq nöqtəni belə göstərir. Gözləmədiyin bir bəla sənə üz tutduqda səbirlə qarşıla. Çünki Allah bəndəsinə verdiyi dərdi onun qəlbindəki səbrin və təvəkkülün miqdarı ilə ölçər. Təsəvvür edin, sən o qaranlığın içindəsən. İmam Əli sənə öyrədir ki, sən Kümeyl duasındakı o müdhiş sətirləri ruhuna həkk etməlisən. Ey adı dərman, zikri, yəni yad edilməsi, şəfa olan Allahım. Dərman aptekdə deyil, dərman bir insanın sənə edəcəyi köməkdə deyil. Ən böyük sarsıntı anında dərman yalnız və yalnız Allahın adını şuurunda, qəlbində tamamilə hiss etməkdədir. Əgər sən ona tam güvənsən, odun İbrahimi yandırmadığı kimi, bu bəla da sənin ruhunu yandırmayacaq. Biz öyrəndik ki, ən qaranlıq anlarda fəryad etmək yox, təslim olmaq lazımdır. Bəs bunu bugün öz həyatımızda, öz borclarımız, öz xəstəliklərimiz, öz ayrılıqlarımız daxilində necə tətbiq edəcəyik? Birincisi, qurban psixologiyasından çıxın. Nə qədər ki, sən özünə yazıq kimi baxırsan, hər kəs pisdir, mən yaxşıyam, niyə bu mənim başıma gəldi deyirsən, sən o qaranlıq qəfəsdə qalmağa məhkumsan. Eqona məğlub olmağı dayandır. İkincisi, tələb etməyi dayandırın. Sən Allahın qarşısında bir alıcı, o isə satıcı deyil. Allahım, tək ki sən məndən razı ol, bu dərdi çəkməyə razıyam dediyin an, and olsun ki, o dərdin bütün ağırlığı sənin çiyinlərindən uçub gedəcək. Üçüncüsü, qəlbin sükutuna dalın. Bəzən sözlər bitir, göz yaşları quruyur, edəcək heç bir dua tapmırsan. Bax, o zaman Əyyub Peyğəmbərin ədəbi ilə sadəcə Rəbbinin mərhəmətinə sığın. O anki sükut, qəlbin o çarəsiz döyüntüsü göylərdə ən yüksək səsli fəryad kimi eşidilir. Çünki Allah qırıq qəlblərin səsini hər kəsdən daha yaxşı eşidir. İndi gözlərinizi yüngülcə qapayın.
Dərindən bütün ağrılarınızı, qayğılarınızı içinizə çəkərək bir nəfəs alın və yavaşca bütün o ağırlığı ruhunuzdan kənara üfürün. Təsəvvür edin ki, siz də o mütləq qaranlıqdasınız. Amma artıq qorxmursunuz. Çünki siz bilirsiniz ki, dənizin də, gecənin də, dərdin də sahibi sizi görür. Sizin duanız gecikməyib. Sadəcə olaraq kainat sizin üçün daha mükəmməl bir çıxış yolu hazırlayır. O həll edilə bilməyən kimi görünən probleminizi, o sağalmaz dediyiniz xəstəliyinizi, o qəlbinizi yandıran xəyanəti indicə, bu saniyə öz əllərinizlə götürün və bütövlükdə mütləq güc sahibinə, Allaha təhvil verin. İçinizdən mütləq bir səmimiyyətlə bu duanı pıçıldayın. La ilahe illa ente, subhaneke, inni kuntu minaz zalimin. Allahım, sən paksan, sənə gəldim. Mən qərar verməkdən, qorxmaqdan, çabalamaqdan yoruldum. Bütün gücsüzlüyümü sənə şikayət edirəm. Məni mənim ixtiyarıma buraxma. Təki sən məndən razı ol, qalan hər şey fanidir. Hiss edirsinizmi? O ağır yük necə yüngülləşir? Çünki siz onu ən güclü olana həvalə etdiniz. Fırtına bitdi. İndi sadəcə səhərin açılmasını, o nurun qaranlığı yarmasını gözləyin. Səsinizin göylərə ucalması, bu mütləq təslimiyyətinizin şahidi olması üçün rəy bölməsinə keçin və öz qəlbinizin fəryadını, bu möhtəşəm duanı yazın. La ilahe illa ente, subhaneke, inni kuntu minaz zalimin. Əgər bu mənəvi səyahət ruhunuzdakı qaranlığı bir zərrə də olsa aydınlatdısa, zəhmət olmasa bu videonu bəyənərək və Sözlə Nur kanalımıza abunə olaraq bu şəfa yolunda bizimlə birlikdə addımlamağa davam edin. Çünki Sözlə Nur yalnız qaranlıqları yarmaq üçündür. Qəlbiniz mütləq sükunətlə, yolunuz hər zaman nurla dolsun. Allahın amanında qalın.